Esselamu Aleyküm izleyiciler. Her vaxtınız xeyir. Bugün sizinle bir paylaşım hakkında öz fikrimi bildirmək istəyirəm. Burada psixologiya ilə bağlı mövzuydu. Burada ruh düşkünlüğünün, depresiyanın səbəbləri nədən başlayır? Maraqlı faktlar var idi. Orada bir fikir mənim diqqətimi çəkdi. Yapon uşaqlarına valideynlər səhər-səhər belə bir tövsiyə verirlər. Çalış, kim üçünsə bugün faydalı bir iş gör. Burada doğrudan çox təsirli nəsihətdir. Yəni bugün öz egoistik məqsədin üçün yox, öz faydana yox, başqasına yönəl. Əslən qalsa başqasına fayda verməklə insan mahiyyətcə özünə fayda vermirmi? Ən böyük fayda özünə çatmayacaqmı? Yəni bir adama bir yaxşılıq edirsən, o yaxşılıq qat-qat güclənib özünə qayıtmırmı? Və onun dəyəri özünə çatmırmı? Allah o əməli böyük sanır, çünki sən öz marağını yox, başqasının marağını güdmüsən ilk növbədə. İndi bizdə bəzən orada valideynlər deyir, bugün çalış, mütləq yaxşı qiymət al. Çalış hamıdan birinci ol. Heç vaxt ki, ikinci olma. Çalış, kim sənə bir söz desə, sən kisindir. Qorxma. Heç mən qorxma bir gün. Amma bir Yapon uşaqlarına deyilən məsləhət necədir? Çalış, kim üçünsə faydalı ol. Bu böyük məsələdir. Yanında insan həyatı mənaya doldurur, gün məna ilə keçir. İnsan, belə bir şey var da, sən 100 adama yaxşılıq elə, sevinərsən, sənə 100 adam yaxşılıq eləsin, sevinərsən əlbəttə. Sevinç hətta o qədər olar ki, amma hələ nəhayətdə bu kədərə belə çevrilə bilər. Çünki bir insanın sevinci aşıb daşanda orada tarazlıq tanası pozulur. Mütləq kədər lazım olur. Nəyə görə deyirlər ki, lap çox şadlıq kədərə gətirib çıxara bilər. Hətta hədislərimizdə də var. Çünki insanda müəyyən hisslər var ki, bunlar gərək tarazlıqda ola. Biri artıq olanda mütləq əksinə yönəlir. Amma indi belə bir şey var da, sən 100 nəfərə yox, 10 nəfərə yaxşılıq edərsən, onların qəlbində bir sevinç yaradarsan, könlünü onun sevinclə doldurarsan, sənin könlündə elə bir sevinç yaranar ki, göylə gedərsən, göylə uçarsan. Çünki onların könlündəki sevinci qat-qat güclənərək özünə qayıdır. İndi dilimizdə bununla bağlı müəyyən əhvalatlar da var. Mən elə bu çıxışa hazırlayanda birdən gözüm bir dəftərimdə bir fakta sataşdı. Böyük üstad Allah rəhmət etsin, Əllamə Mərlisi ilə bağlı bir əhvalatdır. Əllamə Mərlisi dünyasını dəyişəndən sonra bir alimin yuxusuna girir. Deyir ki, mən dünyamı dəyişəndə məndən soruşlar ki, özünlə hansı hədiyyə gətirmişəm? Mən də dedim, Biharul Ənvar. Bihar Əl-Ənvar kitabı, bu böyük əsəcilik kitabdır. Böyük doğrudan da hədislər toplusudur. Dəyərli kitabdır. Deyir, mənə dedilər ki, bu əməl elmlə bağlıdır. Bu elmin nəticəsi, yəni bu alimliyin nəticəsi, elmin səmərəsi qiyamətdə bilinəcək. Onun əvəzi orada veriləcək. Amma sənin bir əməlin var ki, bu da Allahın razını qazanmaq üçün bir yahudi uşağına alma bağışlamağındır. Bax, indi onun deyir, alma bağışladım o adam o uşağa. Onun zahir olma məkanı bərzaq aləmidir, keçid. Yəni, uşağın qəlbində alma ilə bir şadlıq yaratdın. O şadlıq da bax, çevrildi, o şadlıq indi bərzaq aləmdə bir nura çevrildi. Bərzaq aləmi dediyimiz, bax, bu dəqiqəm ruhlar bərzaq aləmindədir. Yəni, insan dünyasını dəyişəndən ta qiyamətə qədər bərzaq aləmindədir. Necə deyək, bu keçiddir. Bu əbədi cənnət deyil, əbədi cəhənnəm deyil, bu keçid aləmidir. İstintaq altdadır insanlar. Bərzağın cənnəti və bərzağın cəhənnəmi var, keçiddir.
Yəni bizim əməllər bir insanın qəlbini sevindirməyimiz orada bir nura çevrilir. O nur, yəni almanın mənəvi obrazı var da orada. Mənəvi obraz nədir? Uşağın sevincidir. Uşağın sevinci orada bir nura çevrilir. Və deməli, bəzidə aşkar olur bizim əməllər. Bu baxımdan çalışaq ki, inşallah qəlbləri sevindirək, könülləri yad edək. Baxırsan ki, xüsusən dilimizdə var ki, heç kim yada salmadığı şəxsləri, heç kim olmayan şəxsləri yada salmaq, könüllərini şad eləməyin Allah yanında dəyəri böyükdür. Burada deyir, İmam Əli əleyhissalam dünyasını dəyişəndən sonra İmam Həsən, İmam Hüseyin geri qaydanda gördülər ki, bir yerdə, bir xarabada bir nəfər fəryad edir. Həbibim, həbibim deyir, yəni sevimlim, sevimlim. Yaxınlaşırlar, deyirlər, məsələ nədən ibarətdir? Deyir, bir nəfər vardı, həmişə məni ziyarət edirdi. Bu xarabada məni yada salan yoxdur. Mən ağır xəstəyəm, yaxınlarım da məni bura qoyub gediblər. Onun dəri xəstəliyi var imiş, deyəsən, hamı göndəribmiş. Amma bir nəfər var idi, bir nurani şəxs məni həmişə ziyarət elədi, indi daha gəlmir. Mən görmürəm onu. Deyirlər ki, bəs o xəlifə Əmrəl-Mömin İmam Əli əleyhissalam idi, dünyasını dəyişib, bugün onu dəfn eləmişik. O fəryad deyir, məni onun qəbri üstə aparın. Qəbri üstə gələn kimi həbbim, həbbim deyib dünyasını dəyişir. Canını tapşırır. Görürsünüzmü? Xəlifə belə heç kim tərəfindən yad olunmayan bir şəxsi ziyarət edir, qəlbini sevindirir və bizə də böyük nümunədir, örnəkdir. Yada salınmayanlar yada salın. Məşhur adamlar yada salmaq, zəng eləməyənə var ki, bir nəfərin ad günü olur, məşhur şəxsdir. Da bütün kütləvi informasiya vasitələri hamı ona təbrik deyir. Məşhur adamdır, amma tanımayan bir adam, xalq üçün iş görən adamı tək-tək adam yada salar. Çünki onları həmən şəxsi ehtiyacları yoxdur axı. Kimin işi ehtiyac bildiyi adamdan keçir, onu çox yada salır, təbrik eləyər. Bir kəs ki, vəzifəsi yoxdur, onu az yada salırlar. Beləliklə, könülləri anar, könülləri kim yada salır, kasıfların könüllərini sevindirir, Allahın da sevindirmiş olur. Allah qəlbimizə həmişə şadlıq versin, Allah amanda.